Deməli, birinci sual. Deyir, 63 metr uzunluğunda olan ipi iki hissəyə ayırdılar. Bax, ipi görürsünüzmü? Ümumi uzunluğu 63 metrdir. İki dənə hissəyə ayırıblar. Deyir ki, birincinin 0,4 hissəsi ikincinin 0,3 hissəsinə bərabərdir. Mən birinci hissəyə x desəm, ikinci hissə nə olacaq? Y. Birincinin 0,4'ü nəyə bərabərdir? 0,4 y. İkincinin 0,3 hissəsi 0,3 y. Bunlar da deyir, nədir? Bərabər. Uşaqlar, tamlar vuruldu. Tamdan sonra eyni sayıda rəqəm var. Borç yoxdur ki. Onda 4x bərabər oldu nəyə? 3y. X neçə k, y neçə k? X bərabərdir 3k oldu. Y bərabərdir 4k. Bu ikisinin cəmi bizə 63 metr verir. Yəni x üstəgəl y bizə nəyi verməlidir? 63 metr. Mən x-in yerinə neçə yazacağım? 3k. Y-in yerinə 4k. Bərabərdir 63. Toplayanda 7k bərabərdir 63. Böləndə nə qədərliyim? Gətirib k-nın yerinə 9 qoysam 3 9-un 27. 9 versəm 4 9-un. Deməli, birinci hissənin uzunluğu oldu 27 metr. İkinci hissənin uzunluğu oldu 36 metr. Bizdən də soruşur ki, hər hissənin uzunluğunu tapın. 27 metr və 36. Tamam, biraz sakitçilik olsun. İkinci sual. 10 üstəgəl x üstəgəl 23,5 bərabərdir 87,4. Biz burada 10 üstəgəl x-i saxlayacaq. Elədir? 87,4 üstəgəl atsaq sağ tərəfə nə olur? Çıxılsın 23,5. 10 üstəgəl x bərabər. Bunlara gəl alt-alta çıxsaq. 14-dən 5 çıxanda 9, 6-dan 3 çıxanda 3, 8-dən 2 çıxanda 6. Və yenə də toplamada atsaq sağ tərəfə çıxma olacaq. Yəni cəmdən məlum toplananı çıxırıq. X də bərabərdir. Nə qədər eləyəcək? 53,9'a bərabər B variantı. Üçüncü sual. 4m çıxılsın 2,3m. Üzərinə gəl 1,7m çıxılsın 2m. Uşaqlar, bu m-i manat kimi başa düşün. Və bunu pulla hesablayaq. 4 manat çıxılsın 2 manat 30 qəpik. Nə qədər elədir? 1 manat 70 qəpik. 1,70 üstünə 1,70 gələndə 3,40 elədir. 3,40'dan da 2 manat çıxanda 1 manat 40 qəpik. Rəssalam cavabımız oldu. 1,4 r. Təbii ki, uşaqlar, hərflər eyni olanda toplayıb çıxa bilərsə. Burada eyni olsaydı bu axırda jü qalacaqdı. Çünki m-lə eyni toplama çıxmaq olmaz. Dördüncü suala baxın uşaqlar. 4'də deyir ki, 161 kiçikdir a, kiçikdir 215. Bərabərsizliyini ödəyən ən böyük və ən kiçik natural ədədlərin fərqini tapın. Uşaqlar, bu aralıqdakı ən böyük ədəd hansıdır? Təbii ki, böyükdən bir vahid kiçik olan 214. Ən kiçik nədir? 160. Kiçikdən bir vahid böyük olan 162. Bizdən də nəyə soruşur? Fərqi. Artıq fərqi özünüz taparsınız, neçə eləyirsiniz. Mən əslində yazacağım, cavabları da yazdım, uşaqlar ki, öz hesablayasınız. Ataram YouTube'a neyək, lazım olsa oradan girib baxarsınız. Keçdi növbətiyə. Neçənci sual gəlir? 5-ci sual. 5'də deyir ki, eni 48, uzunluğu k olan düzbucaqlı. Bax, bir düzbucaqlı çəkirik. Eni 48 metr, uzunluğu isə k metr. Olan düzbucaqlının yer şəklində sahəsinin perimetri. Şəklində yer sahəsinin perimetri. Düzbucaqlının qarşı tərəfləri bərabərdir. Əgər bura k metrdirsə, digərdə k metrdir. 48 metrdirsə, perimetr nə deməkdir? Tərəflərin uzunluqlarının cəmi. Yəni P bərabərdir. 48 üstəgəl 48 üstəgəl k üstəgəl k. Sonra k'ları toplayanda nə qədər nədir? 48-dən 48 isə cavab olacaq 2k üstəgəl 96 metr və 0. Əslində belə yazmayıb, güya ki. Əslində neçə dənə k var? 2 dənə k var. Üzərinə gəl neçə dənə 48 var? 2 dənə 48. Və toplamanın solunda sağında ekiz vuruqlar hansılardır? 2-ni ortaq vuruq kimi çıxarsaq nə qalacaq? K üstəgəl. Cavab da bu formada verir də şəhər, fərqi yoxdur. Növbəti. 2 vurulsun. Sonra nə fərqi var ki? K üstəgəl 48, 48 üstəgəl k. Toplamları yerləşəndə cəm dəyişmir ki. C variantına baxın. Bir şey deyir şəhər. 6-cı sual. 8 vurulsun A üstəgəl 2 böyükdür 32. Bərabərsizliyini ödəyən ən kiçik tam ədəd göstərin. Burada nə edəcək uşaqlar? Mən burada 8 ilə 32-ni ixtisar aparsam nə qalacaq? 4. Buradan A üstəgəl 2 böyükdür neçə olacaq? Buradan da A böyükdür. Üstəgəl 2-ni atsaq sağ tərəfə çıxılacaq. Çıxılacaq neçə eləyəcək? 2-dən böyük ən kiçik nə var? 3 var, bəli. Ən kiçik
3 var, vəssalam. Bax belə. Hə, sağ ol. Hə, neçənciyə keçirik? 7. Diqqət edin 7. Deyir, bir ədəd digərindən 3 dəfə böyükdür. Bu birinci ədəd, bu ikinci ədəd. Biri digərindən 3 dəfə böyükdür. Mən ikinciyə x desəm, biri də nə olacaq? Yəni 3 dəfə böyük, 3x olacaq. Əgər böyük ədəddən 50 çıxıb, böyük ədəddən 50 çıxıram. Böyük ədəddən 50 çıxıb, kiçik ədədin üzərinə 80 əlavə eləsəm, alınan nəticə bərabər olar deyə uşaqlar. Bu ədədlərin cəmini tapın. Burada da x-i atsam sola çıxılacaq uşaqlar. Çıxılıb neçə x eləyəcək? 2. Çıx 50-ni o yüz atsam nə olacaq? Çıxacaq. Toplanılacaq neçə eləyəcək? X-i də tapmaq üçün 132-yə böləcəm. Hərflə rəqəmin ortasına vurmaq var. X-in yerinə 65, 3, 5, 15, 1 yadda, 3, 6, 18, o da 19. Bu birinci ədədim. İkinci ədədində onsuz da x ilə 65-dir. Bizdən də soruşur ki, bu ədədlərin cəmini tapın. Yəni 195 ilə 65-in cəmini tapacağız. Siz indi uşaqlar özləyirsiniz. Mənim səhifəmə girə bilirsiniz YouTube'da? Statusda yox. YouTube atacağım indi siz çıxandan sonra. Oradan girib baxarsınız. 8-ci sual diqqət edin inşallah faiz mövzusudur. Məftilin əvvəlcə 50%-ni, sonra isə qalanının 20%-ni kəsdilər və nəticədə 60 metr məftil qaldı. Əvvəlcə neçə metr məftil var idi? Əvvəl x metr məftil var. Məftil var. Şöyle, onun 50%. 50% ne demek ümumiyyətlə? Yarısını kəsdilər. X-in yarısını kəsdilər. Bax, X-in 50% ne deməkdir? X-i 50-yə vurub 0,5 X neynədilər? Kəsdilər. Yaxşı, ondan 5-in kəsiblərsə, ondan neçəsi qalır? Ondan 5-in qalır. Bax, yazıram ki, qaldı 0,5 X. Deyir ki, qalanının 20%-ni kəsdilər. 0,5 x-in 20%. Vururuq 20'ye, bölük 100'e. Tamam. Bunlar getdi 5 qaldı. Qaldı 0,5 x bölünsün 5. Tamı vurup bir dənə 0 atıram, tamdan sonra rəqəm sayılır. 5 ilə 10 qaldı 1. 10'da 1 nə deməkdir? Neynədilər? Kəsdilər. Və deyir ki, nəticədə 60 metr məftil qaldı. İndi baxın nəyə uşaqlar. Əvvəl nə qədər kəsiblər? Sonra nə qədər kəsdilər? Cəmi 10,5 x üstə gəl 0,1 x neynədilər? Kəsdilər. O belə yazaqlar, bərabərdir 0,6 x kəsdilər. Yaxşı, 0,6'sını kəsdilərsə qaldı nə qədər? 0,4 x qaldı. O bizə də deyir ki, qaldı 60 metr. O qalan 0,4 x var ha. Elə neçə metrdir? Hərflə rəqəmin ortasında qurma var. X-in yanındakı ara düşürdü. Məxrəcə, sürətdə də 60. Tamı vurdum, tamdan sonra neçə rəqəm var? Bir dənə 0 atdım, 600'ü 4'ə böləndə deməli əvvəl neçə metr məftil var imiş? 150 metr məftil var imiş inşallah. 9-cu suala baxırıq. Hə, burada yerimiz var. 90 və 100 ədədlərini eyni bir ədədə böldülər. Birinci halda qalıq 18, ikinci halda isə qalıq 4 alındı. Böləni tapın. 90 və 100'ü uşaqlar diqqət edin. Eyni bir ədədə böldülər. Eyni ədədə bölüblər ha, bax diqqət edin. Birinci halda qalıq 18 alındı, ikinci halda isə qalıq 4 alındı. Gəl belə yazın uşaqlar. 90'ı x-a bölək. Alınsın qalıq 18. 100'ü x-a bölək. Çünki eyni bir ədədə bölüblər axı. Qalıq qalsın neçə? 4. Elədir? Yaxşı, mən 90'dan qalığı çıxım görüm nə qədər eləyirlər. Bax, tapmaq olar. 90'ı gəlib hər hansı bir ədədə bölüb qalığı neçə alıblar? Qalıq 18 nə deməkdir? Artıq 18. 90'ın artıq 18'ini çıxaq görək nə qədər eləyirlər? 72. Elədir? Deməli, belə deyək də bir dəqiqə. Bax, 90'dan qalığı çıxıram. Nə qədər elədir? 100'dən də qalığı çıxıram. Nə qədər elədir? Deməli, o hansı ədəd ki var ha, aşağılar? X var ha. Həm 72'ye bölünür. Yəni 72 ilə 96'nın ortaq böləndir. Yəni bunların əbubudur. Mən bunların əbubunu taparam. Əbub 72 ilə neçə? Bunu da əbubunu tapsaq neçə eləyəcək? Deməli, bölənimiz neçəymiş? Həqiqətən də baxın uşaqlar, 90'ı 24'ə bölünən düşür 3 dəfə 72. Qalıq 18 qaldı.
Veya 100'ü 24'e bölürəm. 4 dəfə düşür 96, qalıb 4 qaldı. 90'a böləndə qalıb 18, 100'ə böləndə qalıb 4 qaldı. Deməli, həmin ortaq ədədimiz neçəymiş? 24 imiş. Getdik 10-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. 1. Təbii ki, tənlikdir də uşaqlar, cavab yazacaq, elədir. 5 yıkı çıxılsın, 1,5 vurulsun, 6,9 üstə gəlir, 3,7 bərabərdir 0. Biraz ara qoyuruq, 2 yazırıq. Çünki burada misalımızı həll edəcəyik də. 6 yıkı çıxılsın, 30 vurulsun, 6,5 çıxılsın, 3,8 bərabərdir 0. Və nəhayət 3-cü 4 yıkı çıxılsın, 28. Hə. Orada 15 olmalı. Hə, 15'dir, hə, 1,5 yazdım, hə. 4 yıkı çıxılsın, 28 vurulsun, 5,6 üstə gəlir, 3,7 bərabərdir 0. İndi uşaqlar, nə edirik? Buradan 5 yıkı çıxılsın, 15 vurulsun. Bunun cəmi nə qədər eləyir uşaqlar? 10,6. 10,6 bərabərdir nəyə? 0. Buradan 5 yıkı çıx 15 bərabərdir 0 bölünsün. Qoruma da özə keçir, bölmə olur. Və 5 yıkı çıx 15 bərabərdir 0'ı istənilən ədədə böləndə onsuz da 0 eləyir. Və buradan 5x bərabər uşaqlar çıxılsın 15 atsam sağ tərəfə 0 üstünə 15 yəni onsuz 15 eləyir. Əgər 5x 15 isə x nəyə bərabərdir? Çünki biz 15'i 5'ə böldük, elədir? Bu birinci cavab. Hələ ki baxındıq cavablara. 6 yıkı çıxılsın 30. Gəl onda belə eləyək də sonra promo yazır. Bu nə qədərsə eləyəcək. Atsaq sağ tərəfə 0'ı bölməyəcək həm nədir? 0'a böləndə elə yeni eləyəcək cavabı? 0. Buradan 6x bərabər çıx 30'u atsaq sağ tərəfə. Üstə gəl 30, 0'ın üstünə 30 gələcək. X neçə oldu? 5. Eyni hərəkət burada da var. Onsa 0'a böləndə bu 0 eləyəcək. Onda 4 yıkı çıx 28 oldu nəyə bərabər? 4x bərabər neçəyə? X neçə oldu? 1, 2, 3. Uyğunlaşdırıb özünüz taparsınız. Özünüz taparsınız. Ben de biz de yazdık. Ha, yaza bilərsiniz əlbəttə ki. İndi uşaqlar, B variantını izah eləmir, çünki oxşar sualdır. C variantını izah edilər. Yox, C ilə D də eynidir də, ona görə. C-dən də lazım olanları izah eləyən. Mən mesela 3'ü taparım. Ha? Ben 3'ü taparım, 2'yi taparım. İnşallah təkrar olanları yazmıyorsan da uşaqlar. Sakit. 1. 6 tam 54'də 15 çıxılsın. 5 tam 32'də 17. Üzərinə gəl 3 tam 32'də 17 çıxılsın. 2 tam 16'da 15. Hə. 6 tam 64 uşaqlar. Yaxşı. İndi gəlin belə eləyək. Birinci mötərizəni həll eləyən, ikinci mötərizəni həll eləyən, sonra cavablarını eləyərik. Toplayaq. İşte bunun üzərində deyəcəm, həllini demirəm uşaqlar. 64 32'yə bölünür. İçinə əkab neçədir? 64. Bunu 64'ə gətirmək üçün 1'ə. Bunu 64'ə gətirmək üçün 2'ə. 17'nin 2 yarımda 34 eləyir. Mən 15'dən 34 çıxa bilməyəcəm. Ay, sonra. Onda birinci əməldə 5 tam 64'də neçə? 70 30. Məxrəcə üstə sürəti gəlir. Çıxılsın 5 tam 32'də 17. Həll elədiniz, neçəsə elədi. Yəni 32'də 17 deməyək, biz artıq bunun məxrəcini dayıcı 64 eləmişik, 2'yə vurmuşuq. 17'ni 2'yə vuranda 30. Tapdın cavabı. İkincidə görə gələr. 32 16'ya bölünür uşaqlar. Əkab 32'dir. 32'ni 32'yə gətirmək üçün 1'ə, 16'nı 32'yə gətirmək üçün 2'yə. 17'də, bu da 30 elədi. 17'dən 30 çıxa bilməyəcəm ki. Yenə tam azad edirsən. Aldın eyni cavabı. Bunun cavabı ilə, bunun cavabını nə edəcəksən? Day yazın uşaqlar. 2 tənlikdir, yaza bilərik. Çünki 2 elə B variantının ikisini oxşuyur. Ben 3'ü de bilirim. 3'ü də bilirsiniz. Orada aşağıda yox. Bayaqlar mən manat kimi dedim sizə ama. Amma axırda manat yoxdur. X-i yoxdur yəni. Ben bir rəqəmlər X-lar bəli, hər bir rəqəmi çıxma olmaz. Nə edəcək burada uşaqlar? 3. 0,6 x üstə gəl 1,2 x çıxılsın 1,2 x üstə gəl 4. Uşaqlar 1,2'dən 1,2 çıxanda 0 elədi. Yerdə nə qaldı? 0,6 x qaldı. Bax bunlar toplama olmaz. Çünki birinin hərfi var, birinin yoxdur ona görə. Getdik 4-cü suala. 2 kiçikdir x kiçikdir 8. 3 kiçikdir y kiçikdir 9. Uşaqlar x plus y cəminin ən böyük natural limit. Cəmin ən böyük olması üçün toplananların hər biri ən böyük olmalı. Deməli x-in də ən böyük qiymətini tapmalıyıq. Y-in də ən böyük qiymətini. Bu aralıqdakı x-in ən böyük qiyməti nədir? 7.
Y-dən böyük qiyməti. Toplayanda 15 15. elədir cavabımız olur. Bu belə. Uşaqlar, 5-ci sual təkrardır. Bayaq birinci sual oxşuyur. Elə eyni birinci sual oxşuyur. Elədir. Qaysı soru? 6-dan da bayaq yazdıq. 7-dən də yazdıq. 8-də görək nədir? Bayaqçı sualdır uşaqlar 8-də. 100-lə neçə idi o? 90 var idi. Deyir 56 və 82 ədədlərini eyni bir ədədə böldülər. Bilmirəm neçəyə böldülər. Birincidə qalıq 2 qaldı. İkincidə qalıq 1 qaldı. Biz 56-dan neçəni çıxdıq? 2-ni, 54. 82-dən neçəni çıxdıq? 1-i. 54-dən 81-in ortaq bölənine baxaq. 27-yə bölünürlər hər ikisi. Deməli, x-in yerində duracaq ədəd neçə imiş? 27 imiş və salam. Bu belə. Sonra 9-cu suala baxan uşaqlar. Şəhərdən kəndə qədər olan məsafə, bax bu şəhər. Bu da kənd. Bax bu şəhərdən kəndə qədər olan məsafədir. Kəndə qədər olan məsafəni avtobus 1,8 saata. Avtobus 1,8 saata. Təbii ki, avtobusun sürəti zəifdir, elədir uşaqlar. Minik avtomobili, yəni balaca maşın. Niyə görə minik avtomobili 0,8 saat? Sürəti çoxdur, tez bir zamanda getdi çatdı kəndə, elədir? Ayşo. Deyir ki, avtobusun sürəti minik avtomobilin sürətindən 50 km/s azdır. Avtobusun sürəti nəyə bərabərdir? Yol eyni yoldur uşaqlar. Buradan bura qədər yol eyni yoldur. Elədir? Yaxşı. Deyir ki, avtobusun sürəti minik avtomobilin sürətindən. Bax, avtobusun sürəti minik avtomobilin sürətindən 50 km azdır. Mən minik avtomobilin sürətinə x desəm, avtobusun da sürəti bundan 50 km az olacaq. Yaxşı. Deyə bilərsinizmi, gedilən yolu tapmaq üçün nə etmək lazımdır? Yox. Sürəti zamana vurmaq lazımdır. Yol eyni yoldur. Bax, bunun sürəti nə qədərdir? 2/50. Zamanı nə qədərdir? 1/10. Onda olacaq 1/8 vurulsun 2/50. Bu bunun getdiyi yol. Kimin getdiyi yoldur? Minik avtomobili saatda 0,8 saat sürətlə sürəti nə qədərdir? 2. X vurulsun neçəyə? Bu da minik avtomobilin getdiyi yol. Uşaqlar, hər ikisinin getdiyi yol eyni deyil. Hər ikisi şəhərdən kəndə gedir. Deməli, bu yollar nədirlər? Bərabərlər və salam. 1/8-i göy qurşağı ilə vurmanın paylamasına görə vururuq. 1/8-i x-a vuranda, 1/8-i 50-yə vuranda 9 yox 90 eləyir uşaqlar. Tam vurup bir dənə 0 atdıq, 5-18-ə vurup nə eləyir? 90. X-i 0,8-ə vuranda eləyir 0,8. 0,8 x-i atıram sola. 1,80-dan 80 çıxanda. Mən 1 kız. 1 x çıxılsın 90'ı atsam sağ tərəfə, üstə gəl 90, müsbət 90 da yəni. X-imiz nəyə bərabər olur? 90. Görək nə soruşur bizdən? Deyir, avtobusun sürəti nəyə bərabərdir? Mən avtobusun sürətinə nə demişəm? X çıx 50. X-i neçə tapmışam? 90. Onda olacaq 90 çıx 50 eləyəcək nə qədər? 40 km saat olur. Getdik 10-cu sual uşaqlar uyğunlaşmaya. Mən bu asam deyir. Görək uşaq olur. Mən 22 olsa 6. Bəli. Emi yerə bir dəfə nə verəcək? 3. Bir dəfə? 5. Bir dəfə? Bəsdir. 10-cu sual. A bərabərdir 2m üstə gəl 7. Birinci m bərabərdir 3. İkinci m bərabərdir 5. M bərabərdir 4. Qulaq asın. Absə sənin üçün danışıram. Qulaq asın. A bərabərdir 2m üstə gəl 7-dir. Hərflə rəqəm ortasına vurma var. M-i yerə nə verəcəm mən? 2 vur 3 üstə gəl 7. 6 üstə gəl 7 neçə elədir? A bərabərdir 2m üstə gəl 7. Mən bilirəm 2 vur 5 üstə gəl 7 nə qədər elədir? 17. A bərabərdir 2m üstə gəl 7. 4 verdik. 2 vur 4 şey 2 4'ün 8 üstünə 7 15. 1 2 3 Mən A bərabər. A 15'dir. Mən 3'dən. 3'ə nəyə uyğun gəldi? A 10'dur. Heç birisində. A 13'dür. 1'dən. 1'ə uyğun gəldi C. A 18'dir. Yoxdur. A 17'dir. 2'yə nəyə uyğun gəldi? Bu qədər uşaqlar. 4 dənə variant inşallah evdə yazılır.